Salam əziz, dəyərli izləyicilər. Bugün sizə Oxatan bürcünü təqdim edirəm əzizlərim. Əziz Oxatan, bu həftə sənin üçün bir dönüş nöqtəsi kimi olacaq. Uzun zamandır bəlkə də içində daşıdığın bir narahatlıq, belə səssiz bir suallar içində olacaqsan. Yəni, elə bir şeylər, elə bir məsələlər var ki, gözləməkdən yoruldum. Nə qədər gözləyəcəm sualı içində gəzdirirsən. Bəzi hisslər sanki səni sıxırdı, amma bu həftə bir işıq doğur. Bu işıq sənin içindən gəlir, sanki ruhun səni çağırır və deyir, dur, yol səni gözləyir. Bu həftə sən öz taleyinə daha dərindən baxacaqsan. Artıq səthi həyat sənə az gəlir. Sən anlam, məqsəd, dərin təcrübə axtarırsan. Hiss edirsən ki, sən sadəcə yaşamaq üçün yox, bir iz qoymaq üçün gəlmirsən. Elə bir həyata bir iz qoymaq üçün çalışırsan. Bəzən səssiz bir axşamda, bəzən səhər yuxudan oyananda bir çağırış səni silkələyir. Ruhun səninlə danışır. Bu dəfə sən onu dinləməyə hazırsan, öz ruhunu. İçində o qədər belə çətinliklər, sıxıntılar, bəzən qara-qara düşüncələr var ki, içində. İş həyatında da yeni başlanğıclar, bəzi qərarlar, bəzən riskli addımlar səni gözləyir. Bu həftə səssiz, yəni içində düzdür, bir üsyan, bir inqilab kimi var, amma səssiz durmalısan. Uzun müddətdir bir şeyləri dəyişmək istəyirdin, amma hansı istiqamətdə gedəcəyini bilmirdin. İndi o istiqaməti aydınlaşdırmağa başlayacaqsan. İş yerində bəziləri sənin fikirlərini anlamaya bilər. Çünki sən sistemdən deyil, gələcəkdən danışacaqsan. Amma narahat olma, çünki sən bir addım öndəsən. Elə bir kainat sənin içindəki lider enerjisini oyadır. Bu həftə sən bir söhbət, bir təklif ya da bir təsadüf nəticəsində çox önəmli bir qərar verə biləcəksən. Bəziləri üçün bəlkə də bu bir iş dəyişimi ola bilər, ya yeni bir layihəyə başlanğıcı ola bilər. Bəziləri üçün uzun müddətdir təxirə saldığı bir arzunun gecikməsi də ola bilər. Sadəcə buna inan. Bu həftə hər addım ruhunun istiqaməti ilə üst-üstə düşə biləcək. Bəziniz yanlış ortaqlıqlar edə bilərsiniz. Biraz çünki əsəbisiniz, sinirlisiniz, güvən problemi yaşayırsınız. Anidən bir şeydən də vaz keçə bilərsən. Yarım qalan bir işin var. Zehnini yoran bəzi məsələlər var. Taxıntı kimi taxılıb qalıb beynində. Stres səni çox yorur əzizim. Hətta deyərdim bəzinizdə təzyiq, stres olan kimi, əsəb keçən kimi o dəqiqə təzyiq oynamağa başlayır. Gözlədiyin zəfərin olacaq, əmək verdiyin gözəl təklif gələcək. Birilərlə söhbət edərək orta yolu tapacaqsan. Əlin yavaş-yavaş bollaşacaq. Sevgi məsələsində bir yüksələ bilərsən. Qarşı tərəfin yardımı var. Övladın üçün bir muradın var, muradına çatacaqsan. Ya bir övlad xəbəri gəlir, bəlkə də övlada görə bir süfrə də açacaqsan, niyyət mi etmisən? Bir maddiyyat əlindən qohumlarla ya qardaş bacı ya ailə içindən birilərinə anlaşmamazlıqlar yaşaya bilərsən. Mübahisələr ola bilər. Çalış mübahisələrə girmə. Birisi sizdən və ya siz ondan çox yoruldunuz. Birinizdən çox yoruldunuz. İki tərəf elə bitmiş kimisiniz. Bəzi konforluq halından çıxmaq istəmirsən. Biraz tədirginsən. Bəzi məsələləri zamana buraxırsan, sıxılmısan, bir yol, bir çevrə, yəni bu çevrədən çıxıb başqa bir çevrə ahatisinə düşə bilərsən. Bir də bir yol, bir çarə axtarırsan özünə. Bir qadının sənə verdiyi bir ziyan. Bax, bir qadın, bir kişi çıxdı əzizim. Çox vaxt, bax, sizin fincanınızda bu qadınla bu kişi çox vaxt çıxır fincanınızda əzizim. Bax, görürsünüz ki, bunun sizə elə bir ziyanlığı, sizi elə bir düşürmək, elə bir sizin ailəyə maneçilik etmək, ailə vəziyyətinizi sevincinə mane etmək insan var. Bəzən bəzi ailə vəziyyətinə, bəlkə də ailənədir, çevrənədir, yaxın dostuna da bəzi söylədiyin yalanlar olur. O sənin söylədiyin yalanlar sənə ziyan gətirə bilər əzizim. Yenə də deyirəm, yəni hər şey özünüzdən asılıdır.
Bəlkə də elə bir yalandır ki, məcburiyyət altındasan bu yalana danışırsan. Ailə vəziyyətidirmi, dostunadırmı, çevrənədirmi? Məcburiyyət altındasan elə bir. Bir də əzizim bir kafemi, bir yerimi açmısan, hey fikirləşsən ki, orada neysə udacağam, neysə qabağa gedəcəm. Aldığın, işə götürdüyün işçilərin arasında, yəni necə sizə deyim, sənin işin irəliyə doğru getmir o şəxsinin. Qadındır, cavandır. Yəni sənin işlərin hamısı yəni necə deyim, sizə negativ edir, sizi özünə çəkmək istəyir, sizin qazancınızdan almaq istəyir. Yəni diqqətli olun. Yəni nə çıxırsa mən onu deyirəm, biraz da diqqətli olun. Yəni qurduğun biznesmi, qurduğun bir ticarətmi, nəysə onunla qalxmaq istəyirsən, amma yəni oradan sənə gah maddiyyat yaxşı gəlir, gah maddiyyat durğunluğu var, amma sən oradan qalxa bilmirsən. Çünki çalış əzizim, bəzi ortada olan haramçılıqları təmizlə. Bəlkə də sənin xəbərin yoxdur, sən açmısan, özün üçün iş sahəsidir, amma orada yalanlar var, haram var. Bəlkə də onu bilmirsiniz, ona görə sizin işiniz irəliyə doğru getmir əzizim. Bu həftə hər bir addımın ruhunun istiqaməti ilə üst-üstə düşəcək. Maddiyyat tərəfdən bolluq bu həftə sənə dərs verməyə gəlir. Bax, görürsünüz ki, maddiyyat tərəfdən siz bir sınavdan da çıxa bilərsiniz. Kainat səndən elə bir, sən bolluğu nə qədər qəbul edə bilərsən sualınandır. Çox vaxt maddiyyatla bağlı görünməsə də içində yetərincə hissini tapmaqda çətinlik çəkirsən. Görürsən, oxatan, bax, bu həftə biraz çətinliklərin də var. Bu həftə sən anlayacaqsan ki, bolluq yalnız bank hesabında deyil, ruhunda başlayacaq. Gözlənilməz gəlir və ya birinin sənə dəstəyi də ola bilər. Lakin eyni zamanda bəzi xərclər səni sınağa çəkəcək. Bu sınaqların məqsədi səni qorxutmaq deyil, sənə balans öyrətməkdir. Bəzən verərkən qazanmaq lazımdır. Əgər sən paylaşmaqdan çəkinmirsənsə, kainat sənin əlinə daha da çox verəcək. Yəni, çox şeylər gətirəcək qarşına o mənandan, əzizim, demək istəyirəm. Bir də onu deyərdim ki, bəziniz estetik bir əməliyyat, burun əməliyyatı, bir gözəllik değişməsi gedəcəksiniz. İnşallah uğurlu olar Allahın köməkliyi ilə. Bəziniz, bax, işdə məzuniyyətə çıxacaqsınız, bəziniz izin alıb gəzməyə, səyahətə getmək istəyəcəksiniz. Bəziniz də, bax, bu aralar tez-tez yuxular görürsünüz. O yuxuları görərək narahat olursunuz. İçinizdə bir narahatçılıqlar olur. Amma narahat olmayın. Yenə dedim, əgər o yuxu görürsünüzsə, narahatsızsa, gedin kranta açın, suyu o kranta danışın. Yəni, axar suya danışın, üzr istəyirəm. Kranta yox, üzr istəyirəm. O axar suya danışın yuxunuzu. Axırda da deyin ki, Allahım, bu su kimi aydınlığa çıxart yuxumu. Ona görə tez-tez yuxular görürsünüz, narahat olursunuz, yuxunuzdan işarələr gələ bilər sizə. Evdə, ailədə qaynanadımı, baldızdımı və ya eltidimi birindən çox içinizdə çox çəkirsiniz, fikirləyirsiniz, darıxırsınız, sıxıntılarınız var. Amma boşa buraxın. Ürəyinizi tamamilə o qədər sakitliklə buraxın ki, hər bir şey öz qaydasından gəlib oturacaq. Zaman lazımdır. Bu həftə oxatan üçün sevgi həm ilahi, həm də çox real bir sınağa çevrilə bilər. Əgər münasibətiniz varsa, partnyorunuz varsa, həyat yoldaşın varsa, aranızda enerji dəyişə bilər. Sən daha da çox dürüstlük, anlayış və dərin bax istəyəcəksən. Əgər qarşındakı insan bu enerjiyə uyğun deyilsə, sən içində bir uzaqlaşma hiss edəcəksən. Amma bu uzaqlaşma ağrı ilə gəlmir. O azadlıq kimi gəlir. Subay oxatanlarsa bu həftə çox maraqlı bir tanışlıq gələcək qarşınıza. Elə bir sanki bu insan sənin ruhunun əksi olacaq. Onunla söhbət etdikcə keçmiş həyatının enerjisini hiss edə biləcəksən. Amma diqqətli ol. Bu əlaqə sənə dərs gətirəcək. İstər sevgi olsun, istər ayrılıq olsun. Yəni bu sevgi axıra kimi getməyə bilər əzizim. Biraz ona diqqət et, qarşı tərəfin qaranlıqlarını hiss edə bilərsən. Sənin sosial çevrəndə dəyişikliklər olacaq, enerjin güclənəcək. Uzun müddətdə enerji baxımından səninlə uyğunlaşmayan insanlar bu həftə həyatından təbii şəkildə uzaqlaşa bilərlər. Bəziləri səssiz gedəcək, bəziləri isə açıq söhbət edərək gedəcək. Amma bil ki, bu itki deyil, bu təmizlənmədir səndə. Yeni tanışlıqlar, bəlkə də ruhani yönü güclü bir insanla qarşılaşmaq mümkün olacaq sənin üçün. Bu insan sənə həyatın dərinliyi anladacaq. Ailə qohumlarla bəzi mövzular üzə çıxacaq. Keçmişdə yarımçıq qalan bir söhbət və ya köhnə bir inciklik bu həftə çözülə bilər. Sənin münasibətlərin təzələnə bilər bu həftə. Sən daha da az yük
daşıyacaqsan. Yəni o çətin yüklərdən bu həftə qurtaracaqsan Allahın köməkliyi ilə. Bu həftə bədənində qəribə dəyişiklik hiss edə bilərsən. Yorğunluq, təzyiq dalğalanması, baş ağrısı, yuxuda simvollar görmək. Bunlar hamısı ruhun səninlə danışma formasıdır. Bədən sənin daxili dünyanı əks etdirəcək. Əgər ruhunda qarışıqlıq varsa, bədən bunu sakitliklə göstərəcək. Meditasiya et, təbiətdə gəz, dərindən nəfəs al. Yəni balansını, enerjini balanslaşdır əzizim. Yəni gözünü yumaraq meditasiyalar etkinən əzizim. Bu həftə bəzən səni keçmişə qaytaran situasiyalar yaşana bilər. Eyni söz, eyni duyğu. Bu dəfə sən bu şeylərə fərqli reaksiya verəcəksən. Çünki artıq böyümüsən. Artıq həm də yorulmusan. Çox dərslərdən keçdin. Sən sakit qalaraq anlayış göstərməyi bacaransan. Bir dönəmdən çıxacaqsan. Əgər yenə emosiyalara qapılsan, dərs təkrar olunacaq. Emosiyalara qapılma. Çox danışmağı sevmirsən, qulaq asmağı sevirsən. Sınaqlardan da qorxma, çünki hər bir sınaq sənin gücünü artırmaq üçün gəlir. Ona görə sınaqdan da qorxma. Bu həftə bir fürsətin içində olacaqsan. Amma bəlkə də onu ilk anda tanımayacaqsan. Bəzən fürsət bir insan şəklində də gələ bilər. Bəzən də bir sözlə gələ bilər. Bəzən də təsadüfi bir görüşlə də gələ bilər. Ruhunun səsini dinlə. Səni doğru istiqamətə yönəldəcək. Bu həftə ən böyük uğurun daxili azadlığını qorumaqdır. Düzdür, sən oxatan azadlığı çox sevirsən. Əgər sən öz həqiqətindən dönməsən, kainat sənin yolunu açacaq. Yəni düzdür, bəziniz o qədər inanın ki, bəlkə də övladınızdır, oxatandır, övladınızdır. Baxırsan onun üçün ki, tərsliyi var, bilirsən tərs dediyini deyir, bunu budur və salam. Biraz ona yorulursunuz və ola bilər ki, övladının qəlbi saf, təmiz, oxatandır, amma qəlbi saf, təmizdir. Ürəyi yuxadır, amma dili acıdır. Dilinin acılığına dözə bilmirsən. Bəlkə də özünüzsünüz. Ürəyin safdır, amma qarşı tərəfi bir də görsən, elə bir sözlə acılıysan ki, həm özün qırırsan, həm də kimisə qırırsan. Kainat sənə belə deyir, qorxma, çünki sən artıq itirə biləcəyin heç nə qalmayıb. Sənin azadlığın sənin gücündür. Sən ruhsal döngüdən keçirsən. Hər bir sarsıntı səni biraz da saflaşdırır. Hər göz yaşının arxasında bir oyanış var. Bu həftə səni həm gözlənilməz hadisələr, həm də dərin anlayışlar tapacaq. Sən sonda anlayacaqsan ki, bütün bu yollar səni özünə aparırmış. Bax, əziz oxatan. Ailə arasında biraz inciklik var. Bəlkə də həyat yoldaşlığı qırmısan, amma yenə də o sənə dəstək olaraq, sənə yardım olaraq, kömək olaraq davam edir. Bu həyat, bu ailə bir-birinizə məcburiyyət altında dözərək davam edirsiniz. Lakin bu nə qədər dözsəniz də, bu həyatı davam etsəniz də, qarşısı aydınlıqdır inşallah ki. Yəni zəfəri, qalibi özünüz qazanacaqsınız. Sizə üçüncü şəxs mane edir. Sizin həyatınızın xoşbaxt olmağına mane edirlər. İş yerində də gözü götürməyən 2 nəfər sənin ayağı altını çəkmək istəyəcək. Ona diqqət etkinən müdiriyyət tərəfə, rəhbərlik tərəfə səndən xəbər aparılacaq. Biraz da ehtiyatlı ol. Çünki işindən sənə biraz tənqid edə bilərlər, danlaya bilərlər. Ona görə biraz diqqətli olun. Biraz narahatlıqlar iş yerində ola bilər. Bir də iş yerində mübahisəyə dərindən girməyin. Məhkəməniz varsa, məhkəməni siz zəfərin qazanacaqsınız. Amma uzun gedən bir məhkəmə hələ də sonuncu olmamış. İnşallah ki, yavaş-yavaş sonuncu olacaq. Amma burada övladınızdırmı, ya özünüzsüz, dövlət qapısından işiniz ola bilər. Biraz diqqətli olun. Dövlət qapısından, yəni polis əlaqəli işiniz də ola bilər. Ona da diqqət edin. Ya da övladınız kimlənsə oturub durursa, onun oturub durduğuna fikir verin. Kimlə oturur, kimlə yola davam edir. Bəzi alışqanlıqlar da var, ondan çalışın, uzaqlaşın əzizim. Diqqətinizə görə var olun, sağ olun əzizlərim.